Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Səfərovlar ailəsinin daha 2 üzvü, Səfərov Ayaz Möhbalıoğlu və onun qardaşı Səfərov Məzahir Möhbalıoğlu xəstəxanada həyatlarını itiriblər. Bununla da ötən gün baş verən basqın nəticəsində Səfərovlar ailəsində öldürülənlərin sayı 5-ə çatıb. Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin Azərbaycanlı Səfərovlar ailəsinin yaşadıkları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 2 nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb. Əməliyyat zamanı qətlə yetirilən 2 qardaşdan biri Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır. Yazıq insanlardır ki, onları Rusiya öz Mundar səncəsində məhv elədi. Yəni burada söhbət mənim qohumum ailə üzvündən getmir. Orada tutulan başqa Azərbaycanın başqa bölgələrindən də insanlar var. Sadəcə bunların xəbəri yayılır. Çünki mən daha çox bu məsələ ilə bağlı fəalam, çalışıram ki, kömək edeyim. Yəni bu Seyvəddinin qohumu, filan kəsin əqrabası məsələsi deyil, xalqa gözdağı verməkdir. Dövlətimiz də çox şükür ki, elə bu cürdə qavrayır və artıq bəyanatlar görürəm rəsmi şəkildə ki, elə bu cürdə qarşılayırlar.